Değerli dostlar, değerli Azərbaycan xalqı, bildiyiniz kimi bugün artıq 31-ci gündür ki, Tofiq Yaqublu aclıq aksiyası həyata keçirir. Onun aclıq aksiyası həyata keçirməsinin səbəbi isə şərlənərək həbs edilməsinə etiraz olaraq son çarə kimi bu yolu seçməsidir. Ölkədə bütün fundamental azadlıqlar, konstitusiyon hüquqlar sıradan çıxarıldığı üçün o son çarə olaraq məhz aclıq aksiyası həyata keçirməklə həm ölkə ictimaiyyətinin, həm dünya ictimaiyyətinin diqqətini öz qanunsuz həbsinə çəkmək istəyir. Tofiq Yaqublu nə istəyir? Tofiq Yaqublu bu ölkədə hüququn, qanunun, ədalətin yüksək mərtəbəyə çatmasını və bunların işlək olmasını istəyir. Tofiq Yaqublu nə tələbləyir? Tofiq Yaqublu uşaq pulunun verilməsini tələbləyir. Tofiq Yaqublu bütün dünyada yeganə ölkə Azərbaycanda quru sərhədlərin bağlı olmasına öz etiraz səsini qaldırır. Tofiq Yaqublu ölkənin sərvətlərinin bu xalq arasında bərabər bölüşdürülməsini istəyir. Tofiq Yaqublu Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsini istəyir. Tofiq Yaqublu bu ölkə üçün, bu millət üçün canını fəda etmiş və öz canını bu yolda xərcləmiş insanların daha rahat, daha azad yaşaması üçün öz etiraz səsini qaldırır. Ümumiyyətlə, bugün Azərbaycanda sizin də bildiyiniz və yaşadığınız kimi yüzlərlə, minlərlə problem var ki, məhz Tofiq Yaqublu həmin problemləri dediyi üçün, dilə gətirdiyi üçün, daha yüksək səslə bunu Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdığı üçün onu şərləyib 9 il müddətində həbsə məhkum ediblər. Və bugün onunla vəkili görüşübdü. O az öncə bir bəyanat paylaşıb ki, artıq Tofiq Yaqublu'nun huşu yerində deyil. O ümumiyyətlə hərəkətində və düşüncələrində, fikirlərini çatdırmaqda problem yaşayır. Və düşünün, adam artıq 31-ci gündür ki, sudan başqa heç bir şey qəbul etmir. Mən buradan həm Azərbaycan ictimaiyyətinə, həm hakimiyyətə və dünya ictimaiyyətinə səslənmək istəyirəm. Birinci olaraq qeyd etdim az öncə, Tofiq Yaqublu bu ölkənin insanlarının azad, ədalətli, rifah içində yaşaması üçün mübarizə aparır. Ona görə bir vətəndaş kimi bizim hər birimizin borcudur ki, bu şəxsə sahib çıxaq. Tamam, bütün yollar qapadılıb bu ölkədə. Meydan üzümüzə bağlanıbdır. Miting keçirmək, digər konstitusiyon hüquqlardan istifadə imkanlarımız 0 dərəcəsindədir. Amma bizim əlimizdə yeganə vasitə sosial şəbəkələrdir ki, biz burada Tofiq Yaqubluya azadlıq tələb edə bilərik. Tək Tofiq Yaqubluya yox, həm də 360 nəfər həbsdə olan digər siyasi məhbuslarımıza da bu şəkildə arxadayaq dayana bilərik. Həmin o siyasi məhbusların 200 nəfərdən artığı isə dindarlardır. O dindarlara da çağırış edirik ki, onlar da öz din qardaşlarının müxtəlif ad altında həbsə məruz edilməsinə öz etiraz səslərini qaldırmalıdırlar. Və Azərbaycan hakimiyyətinə müraciət edirik ki, bu hakimiyyət əbədi deyil. Dünya tarixində bütün hakimiyyətlər gəlib və gediblər. Heç bir nümunə göstərə bilməzsiniz ki, bu dünyada bir hakimiyyət, bir sülalə, bir rejim əbədi olaraq dünya yaranandan bu günə qədər hakimiyyətdədir. Hal-hazırda, bugünkü müasir dünyada bu tip rejimlərin ömrü 30, maksimum 40 il civarındadır. Və bundan nəticə çıxartmaq lazımdır. Yəni, sabah hakimiyyətdə olmayanda törədilən bu işlərə görə cavab vermək məqamı ortaya çıxacaq. Bax, orada cavab vermək məsələsi ortaya çıxacaq ki, biz Tofiq Yaqublunu nə üçün həbsə məruz qoymuşduq? Yəni, bunun cavabı istəniləcək hər halda. Hər halda yox, 100% istəniləcək. Ona görə də məsuliyyətli hərəkət etmək lazımdır. Tofiq Yaqublu huşunu itirmədən, komaya düşmədən bu qərarı ləğv etmək lazımdır. Və buradan həm də yəqin ki, bizim çıxışlarımızı Azərbaycanda akreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də izləyirlər və biz öz çıxışlarımızı yəqin ki, digər X platforması və digər beynəlxalq aləmə çatacaq platformalarda üzərindən yayımlayırıq. Onlar da bu çıxışları izləyirlər. Siz Azərbaycanda bunca haqsızlığa dözə bilməzsiniz. Sizin Azərbaycanda
öz üzərinizə götür. Tək Azərbaycanda deyil, ümumiyyətlə öz siyasətinizdə, öz qəbul etdiyiniz o qanunlarda bir öhdəliyiniz var ki, yaxın tərəfdaş olduğunuz ölkələrdə insan haqları ilə bağlı məsələləri daha uca səslə bildirmək bir öhdəliyiniz var sizin. Və sizdən xahiş edirik ki, bu məsələlərə susqun qalmayın. Biz baxırıq ki, Azərbaycanla bağlı ABŞ-da dinləmələr keçirilir və orada Azərbaycandakı siyasi məhbuslar, deməli jurnalistlərin, sivil toplum nümayəndələrinin, siyasi aktivistlərin həbsi qalıb bir kənarda. Amma gedib başqa-başqa məsələləri orada müzakirəyə çıxardılar. Mənasız və Azərbaycanla bağlı elə də əhəmiyyət kəsb eləməyən məsələləri ortaya çıxardılar və bu məsələlərdə Azərbaycan hakimiyyətinin əlini gücləndirməkdən başqa bir şey yaramır. Və son olaraq onu demək istəyirəm ki, Tofiq Yaqublu günahsızdır. Tofiq Yaqublu ilə bərabər o 357 nəfər şəxs ki, o hal-hazırda siyasi məhbus həyatı yaşayır, həmin insanlar hamısı günahsızdır. Onlar sadəcə olaraq bu xalq üçün, bu millət üçün azadlıq, ədalət, gəlirlərin bərabər bölüşdürülməsi və digər məsələləri işıqlandırdıqları üçün, daha gür səslə onu ölkə ictimaiyyətinə, dünya ictimaiyyətinin diqqətinə çatdırdıqları üçün müxtəlif bəhanələrlə həbsə məruz qoyulmuş insanlardır. Yəni o insanlar məhz bizim azadlığımız və bizim hüquqlarımız uğrunda mübarizə aparan insanlardır və hər birinizi bu insanlara arxa çıxmağa çağırıram.